Bugün Göyçayda Vətən müharibəsinin qəhrəmanı şəhid Qasımov Qismət Yolçuoğlu'nun xatirəsinə həsr olunmuş Sənsiz keçən 5 il adlı anım mərasimi keçirilib. Tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Mərasimdə Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, kənd sakinləri, məktəblər və şəhidin ailə üzvləri iştirak ediblər. Çıxış edən natiqlər Qismət Qasımovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən danışıblar. Onun vətənə, dövlətə və bayrağa sədaqətinin gənc nəsil üçün bir örnək olduğunu vurğulayıblar. Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Daha sonra şəhid Qismət Qasımovun və Xəyyam Hüseynovun məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Qismət Qasımov 1993-cü il martın 5-də anadan olub. Azərbaycan ordusunun əsgəri olan Qismət Qasımov 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində iştirak edib və oktyabrın 27-sində qəhrəmancasına şəhid olub. Qəhrəman şəhid doğulduğu Göyçayda torpağa dəfn edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Qismət Qasımov ölümündən sonra Vətən uğrunda Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif olunub. Sonda şəhidin bacısı uşaqlarının ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Saldı sənin gedişin, dərdin sinem üstə yazıldı qismət. Getdiyim bu yolun dönüşü yoxmuş, məzarın qəlbimdə qazıldı qismət. Yuxum yaman yerə yozuldu qismət, həsrətin qəlbimi dağladı yaman. Mənimlə yer göy dağladı yaman, səni qara torpaq saxladı aman. Bağrımın başı çöz oldu qismət. Bu gözəl yerə yolda, cəsardadır, geç oldu. Söylə hardasan harda, qismət dayısan söz görərdim səni. Dua eləyib Tanrıdan, istərəm yorulmadan, razıyam Rəbb uzaqdan. Qismət dayısan söz görərdim Bu səni. günlərim 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş şəhidimiz Qasımov Qismət Yolçuoğlu'nun 5-ci il dönümü qeyd olunur. Gördüyünüz kimi rayon ictimaiyyəti və şəhid ailələri şəhidimizin məzarını ziyarət edirlər. Qəhrəman şəhidimiz 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə və şücaətinə görə Cənab Prezidentin sərəncamının əsası ilə Vətən uğrunda medal və Füzulinin Cəbrayılın azad olunması medalları ilə təklif olunmuşdur. Nə qədər xalqımız, dövlətimiz var, heç vaxt qəhrəman şəhidlərimiz unudulmayacaq. Artıq 5 il keçməyinə baxmayaraq, bugün də bizim qəhrəman döyüşçülərimiz, qazilərimiz və şəhid ailələri təklif olunurlar. Döyüşçülərimizin medalla təklif olunması o deməkdir ki, nə dövlətimiz, nə millətimiz, nə xalqımız heç vaxt qəhrəman şəhidlərimizi unutmayacaq. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, Allah ailələrinə səbir gözüm versin. Allah rəhmət eləsin. Qəhrəman şəhidimizin ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.